Milli QHT forumunda Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu mövzusunda toplantı keçirilib. Toplantıda Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatlarının rəhbərləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. QHT rəhbərlərinin Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu ilə bağlı təklif və iradları dinlənilib, eyni zamanda mövzu ilə bağlı məsləhətləşmələr aparılıb. Geçen il biz toplaştık ve müəyyən təkliflərimiz Belə bir şey mən qəbul edəmirəm. Mən nə keçən il yanaşmır. Ya hansısa bir mövzu deyək tarix. Həmrəy olsa bir dərnəklə örgülüşdürür. Həmrəy olmasa, sentr deyə, mərkəz deyə, nə bilim, nə deyirsiniz deyə bir iş görə bilmir. Yaradacaqdır. Toponimika, ədəbi mühit, ədəbi özü öyrənilmir. Milli QHT forumunun təşəbbüsü kimi. Bizim əsas bugünkü toplantımız gördünüz ki, hamısı qeyri-hökumət təşkilatları idi. Biz keçən il qeyri-hökumət təşkilatları 24 qeyri-hökumət təşkilatı layihə udmuşdu Qərbi Azərbaycan mövzusunda və ona görə biz artıq belə bir mövzu götürmüşük ki, Qərbi Azərbaycana qayıdış prosesində qeyri-hökumət təşkilatların rolu. Yəni biz nəyi edə bilirik, nələrə daha doğrusu töhfə verə bilirik və əməkdaşlığı necə qura bilirik, beynəlxalq təbliğatı necə aparırıq və hüquq məsələsində hansı məsələləri biz qabarda bilirik. Ona görə bu ildə 51 təşkilat artıq Qərbi Azərbaycan mövzusunda layihəsi keçibdir. Biz yenə də toplandıq burada və əsas məqsədimiz nə idi? Bizim deməli istiqamətlərimiz var. Hərə deyək ki, hansısa təşkilatlar hüquq sahəsində verib, hansılarsa tarix, elm sahəsində verib, mədəniyyət sahəsində veribdir, təbliğat sahəsində verib. Bunlar bir-birlərinə həm artıq layihələrini bilirlər, bir-birlərinə əməkdaşlıq etmək yollarını biz deməli burada göstərdik. Eyni zamanda bilirsiniz ki, Qərbi Azərbaycan icması var və Qərbi Azərbaycan icması ilə əməkdaşlığımızın qurulmasını çox istəyirik. Çünki bu yaxınlarda da Milli Məclisdə dinləmə keçirilirdi və orada da bu söhbət deməli millət vəkillərimiz də dedi, icmanın üzvləri də dedi ki, əməkdaşlıq mütləq qeyri-hökumət təşkilatları ilə olmalıdır. Və biz artıq bu təkliflərimizi səsləndirdik burada və o təkliflərimizi icmaya da göndərəcəyik, parlamentə də göndərəcəyik ki, qeyri-hökumət təşkilatlarının hansı gücü var, hansı işləri görəcəklər. İstərsə layihə çərçivəsində, tək layihə yox, istərsə layihədən kənar. Çünki biz vətəndaş cəmiyyətiyik və bizim ahətəmiz çox genişdir. Bir diskussiya apardıq, bir müzakirə apardıq. O müzakirənin nəticəsi olaraq da düşündük ki, kiçik bir dərnəyin yaradılması, müzakirə mərkəzinin yaradılması və ya bir klubun yaradılması yaxşı olardı. Tək səsimizi ölkə daxilində yox, ölkə xaricində də çıxartmaq lazım və eyni zamanda yerli QHT-lərin hansıların bu sahədə fəaliyyət göstərdiyini tanımaq və bir-birimizlə bu sahədə əməkdaşlıq etməkdir əsas məqsəd. Və çox uğurlu oldu. İnanıram ki, davamlı olacaq və ölkəmiz üçün, millətimiz üçün və inanıram ki, öz düşüncəmizə, öz necə deyərlər, əməlimizə, ideyamıza biz çatacağıq. Çünki bizim işimiz haqq işidir. Biz Qərbi Azərbaycana cənab prezidentimizin dediyi kimi sülh yolu ilə qayıdacağıq. Azərbaycanda bir sıra qeyri-hökumət təşkilatları var ki, bu təşkilatlar müxtəlif milli donor institutlarından müxtəlif layihələrlə bağlı maliyyə vəsaitləri əldə edirlər və müxtəlif qrant müqavilələri əsasında layihələr əldə edirlər ki, bu layihələr çərçivəsində Qərbi Azərbaycanın həm mədəni irsi, həm ədəbi mühiti, həm ictimai mühiti ilə bağlı, toponimikası ilə bağlı, törədilmiş cinayətlərlə bağlı, bir sıra bax bu məsələlərlə bağlı müxtəlif mövzularda layihələr icra edirlər. Sərgilər keçirirlər, foto sərgilər keçirirlər, kitab sərgiləri
görüşməlikləri keçirilir, beynəlxalq tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq bu gün Azərbaycan Milli QT forumunda bu qəbildən Qərbi Azərbaycan mövzusunda layihələr icra edən bir sıra qeyri-hökumət təşkilatlarının toplantısı oldu və bu toplantı nəticəsində qeyri-hökumət təşkilatları tərəfindən belə bir fikir əsas etibarıyla təklif kimi səsləndirildi ki, bu təşkilatların daimi görüşdüyü, müzakirə etdiyi məşvərət bir deməli klubun yaradılmasına ehtiyac vardır. Belə bir klubun olması həm də Qərbi Azərbaycan mövzusunun gündəmdə saxlanmasına kömək göstərəcək. Müxtəlif layihələrin müzakirə edilməsi, tematik mövzulara həsr olunmuş sessiyaların keçirilməsi, ixtisaslaşmış mövzularda mütəxəssislərin cəlb olunması, fəaliyyətin əlaqələndirilməsi və koordinasiya olunması, beynəlxalq aləmə çıxışın təmin olunmasında ayrı-ayrı təşkilatların, qeyri-hökumət təşkilatı bir-birinə köməklik göstərməsi, yardım göstərməsi və bu kimi digər məsələlər deməli əsas prinsipi olaraq müzakirə olundu ki, gələcəkdə bu klubu bir adla adlandırma olar və bu klubun vaxtaşırı mütəmadi görüşləri təşkil oluna bilər və burada Qərbi Azərbaycan mövzusu hər zaman müzakirə oluna bilər və gündəmdə saxlanıla bilər.